Siz yəqin ki, həmişə istedad sözünü eşidəndə ağlınıza saatlarla məşq edən musiqiçilər ya da illərlə fırça vuran rəssamlar gəlir. Yəni, elə bilirik ki, istedad əzələ kimi inkişaf etdirilən bir bacarıqdır da. Hə, adətən cəmiyyətdə elə düşünürük, yəni çox çalışsaq istedad yaranar. Amma bugünkü dərin araşdırmamızda əlimizdəki mətn bu öyrəşdiyimiz inancı tamamilə alt-üst edir. Biz bugün baxın, xüsusilə iki anlayışın, istedad və peyğəmbərlik anlayışlarının əsl mahiyyətini təhlil edəcəyik. Düzdür. Bu qeydlər bizi əziyyətlə öyrənilən bacarıqla tamamilə təmənnasız verilən ilahi hədiyyə arasındakı fərqə baxmağa dəvət edir. Yəni, tamamilə fərqli bir şeydir. Bəli. Müəllifin iddiasına görə tədris olunan elmlərlə birbaşa ilahi mənbədən gələn istedad tamamilə ayrı-ayrı kateqoriyalardır. Gəlin bunu biraz aydınlaşdıraq da, mətnə görə elmlərin hamısı öyrədilir, amma istedad tədris edilmir. Tədris olunmur, bəli, heç cür öyrədilə bilməz. Mənim beynimdə belə bir mənzərə yaranır əslində. Elm sanki kərpiz-kərpiz hörülən başqalarından öyrənilərək inşa edilən bir divardır. İstedad isə heç kimin öyrətmədiyi, sadəcə qəfildən zehninizə verilən bütöv bir memarlıq planıdır. Çox gözəl müqayisədir əslində. Sən divarı hörməyi öyrənə bilərsən, amma meman ola bilməzsən. Tam olaraq elədir. Amma bir dəqiqə, əgər istedad öyrədilmirsə, deməli illərlə etdiyimiz məşqlərin, o qədər əziyyətin heç bir mənası yoxdur. Yox, əslində müəllifin fəlsəfəsi zəhməti inkar etmir. O sadəcə mənbəni ayırır. Necə yəni mənbəni ayırır? Bunu biraz da açaq. Baxın, o vurğulayır ki, ilahiyyat dərk olunması məqsədli şəkildə oturub əzbərləyərək öyrənilə bilən bir peşə deyil, o məhz istedaddır və bu istedad bəşəriyyətdən, yəni yaranışdan yox, birbaşa yaradandan gəlir. Aha. Və bəşər arasında da tədris olunmur. Yəni o unikal baxışı, o ilhamı sənə heç bir məktəb verə bilməz. Bu bizim o çox çalışaraq hər şeyi əldə etmək olar yanaşmamıza çox ciddi bir alternativ baxışdır. Düzdür. Deməli bizə sadəcə bir potensial verilir. Yaxşı, bəs əgər bu istedad öyrədilmirsə və ilahidirsə, o bizi kainatla, ümumi mənzərə ilə necə bağlayır? Burada diqqət çəkən əsas məqam odur ki, müəllif bir-birindən aslı olan kosmik bir zəncir qurur. Yəni deməli ilahiyyat yaradandandır, istedad isə ilahiyyatdan. Aha, kosmik bir iyerarxiya var ortada. Bəli, və belə bir məntiq irəli sürür ki, sənə verilən o payı dərk etməzsən, kainatdakı balansı, yəni ahəngi anlaya bilməzsən. Ahəng deyərkən ümumi nizamı nəzərdə tutur yəqin. Elədir. Ahəngi dərk etmədən də ilahiyyata o vəhdətə qalxmaq ümumiyyətlə qeyri-mümkündür. Bu birbaşa vəhdətə aparan bir yoldur. Ən maraqlısı da elə budur. Əgər biz bu ilahiyyata sadəcə, məqsədlə, cəhdlə qalxa bilmiriksə, bəs bu ahəngi və ilahi dərki bəşəriyyətə çatdıranlar kimlərdir? Təkcə fərdi istedad buna bəs edir ümumiyyətlə. Bax, məhz burada biz bəşəri istedaddan ilahiyyatın əsasını qoyanlara doğru hərəkət edirik. Mənbəyi əsasən peyğəmbərlik sadəcə çox böyük bir istedadı olan insan səviyyəsi deyil. Bəs nədir? İstedaddan da üstün bir şeydir. O birbaşa ilahiyyatdan və ilahiyyatdadır. Yəni peyğəmbərlər böyük yaradanla birlikdədir və onun deyimlərini gətirirlər kainata. Onlar o ahəngin özünü quranlardır. Bəs bütün bunların bizim üçün ümumi mənası nədir? Yəni o deyimləri gətirməsəydilər nə olardı? Mənbənin ən çarpıcı sualı da budur zaten. Peyğəmbərlər və müqəddəs kitablar olmasaydı nə ilahiyyat olardı, nə də o ilahi istedadlar. Yəni ilahiyyatçı alimlər belə mövcud olmazdı. Onlar olmasaydı biz doğrudan da nə gündə olardıq? Deməli onlar o ahəngin təməl tezliyini gətirirlər və bütün istedadlar o tezliyin üzərində qurulur. Tamamilə düzdür. Onlar olmasa o zəncir qırılar və heç bir istedad fəaliyyət göstərə bilməz. Vau! Sizin üçün bu dərin araşdırmanın əsas nəticəsi odur ki, baxın, mənbəyə görə istedad sadəcə dünyəvi bir rezümədə yazılan şəxsi qabiliyyət deyil. Qətiyyən deyil. O, peyğəmbərlərin gətirdiyi ilahi deyimlər üzərində qurulmuş kosmik bir ahəngin kiçik bir parçasıdır. İndi isə bunu özünüz üçün düşünün. Hə, bu çox vacib məqamdır. Əgər əsl istedad bizim illərlə təkrarlayaraq öyrəndiyimiz bir vərdiş deyil, birbaşa ilahi bir bağlantıdırsa, o zaman gün ərzində istedad adlandırdığımız bacarıqlarımızın neçə faizi sadəcə əzbərlənmiş vərdişlərdir? Çox dərin sualdır.
Və həyatımızdakı əsl ilahi ahəngi kəşf etmək üçün bizə əslində nə lazımdır? Biz hansı daxili səslərə qulaq asmalıyıq?